Azərbaycanda bu pulla alınmış tarixçilər var da, pulla diplom alan, dövlət tərəfindən öz nəzdində saxlanılan tarixçilər var. Yaqubludur, sonra nə bilim Altay Göyüşov da belədir. Yəni elə bilmirəm ki, onlar da müstəqil tarixçilərdir. Bu cür tarixçilər nə isə yazır, dırnaqarası tarixçilər. Sonra Talışlar başlayır bunlara qarşı nə isə yazmağa. Məsəl üçün biri yazır ki, Talış xanlığı olmayıb, burada Lənkəran xanlığı olub. Talışlar ondan sonra başlayır, yo, bu yazıcı səhv elədi. Bu Talış xanlığı deməli idi. Belə insanlar bizim zəif nöqtələrimizi görmək üçün yaxşıdır. Yəni deyirlər bunu və biz görməliyik ki, bizim zəif nöqtəmiz nədir? Hakimiyyət bizim içimizdə hansı problemi görür, hansı problemi zəif görür və onun üstünə vurğu eləyir. Amma biz onların diskursu üzərindən mülahizə yürütməməliyik. Yəni biz gördük problem var. Məsəl üçün Lənkəran xanlığı deyir, amma burada Talış xanlığıdır. Düzdürmü? Bunlar açıq yalan danışır, özləri də bilir yalan danışır. Bunu, yəni isterikaya düşmək, burada hər hansısa bir əsəbi bir münasibət bəsləmək lazım deyil. Soyuq başla ayrılırsınız bu mövzudan və gəlirsiniz. Biz nə etməliyik ki, Talış xanlığı barədə daha çox məlumat olsun, insanlar daha yaxşı qavrasın. Və biz nə etməliyik ki, bu insanların gözünü qorxuzaq. Yəni ki, elə mövzular yaradaq ki, bunlar bizə deyib dolaşmasın, bizim başımızı xarab eləməsinlər. Birinci mövzu odur, tarixçi oturacaq, bir bloq açacaq, bir YouTube açacaq, danışacaq, yazacaq. Hansı ki, bizdə çox zəifdir. Danışmaq barəsində yaxşıdırlar, amma bu planlı iş aparılmayıb. Amma Talış xanlığının tarixi barədə qısa bir məqalə tapmaq mümkün deyil, biabırçılıqdır. Yəni çox biabırçı bir nəticədir. Mən öz tarixçilərimizə deyərdim ki, bu barədə bir məqalə yazsınlar. Nə bilim WordPress var, Blogspot var, nə bilim Substack var. Müxtəlif bloqlar var ki, siz onu burada yazıb göstərə bilərsiniz. Və bunu hər hansısa bir filan tarixçi bizə Lənkəran dedi, bu doğru deyillə başlamayın. Belə şeylə başlamayın. Sərbəst, yəni özümüz yazmışıq öz tariximizdir, vəsə. Biz kiminsə mülahizəsinə cavab vermirik. Biz özümüz öz mülahizəmizi ortaya qoyuruq. Qoy onlar gəlsin bizim kontekstə cavab verməyə başlasınlar.